Pis bir hadisə baş verir və sən emosiyalar qarşılığını yaşayırsan, emosiyalar səni boğur. Səni əslində parçalayan hadisənin özü deyil, nə baş verdiyini və nə edəcəyini anlamamağındır. Nə etmək olar? Deyirəm, bir vərəq götür və onu sektorlara böl. Hər sektora hiss etdiyin bir emosiya yaz. Sonra hər emosiyanın arxasındakı dayanan düşüncəni yaz. Tutaq ki, əgər bu qorxudursa, konkret olaraq nədən qorxursa, onun geri qayıtmayacağındanmı, yoxsa öhdəsindən gələ bilməyəcəyindənmi? Qəzəbdirsə, kimə və nəyə qəzəblənirsən? İndi isə bax gör, ən güclü emosiya hansıdır? Çünki növbəti addımını sırf bu emosiyanın təsirindən atacaqsan. Əgər hazırda ən çox hiss etdiyin emosiya qəzəbdirsə, demək atacağın addım qəzəbdən qaynaqlanır. Hər şeyi eyni anda etməyə çalışma. Sənə hər gün sadəcə bir dənə kiçik addım atmaq lazımdır. Hər gün kiçik addım at və özün fərqinə varmadan böyük bir yolun necə keçdiyini görəcəksən.